Azerbaycan canımızda olan bir can, kahramanlar diyarısan, odlar yurdu Azerbaycan. Kahramanlar diyarısan, odlar yurdu Azerbaycan. Bu birliğiyle ezemetsen, sen sevgisen, mehabbetsen. Sen sevgisən, məhəbbətsən. Əziz uşaqlar, bu qələbəni biz ona görə qazandıq ki, siz gələcəkdə xoşbəxt yaşayasınız. Həmişə bu qələbəni qeyd edəsiniz, onun sevinci ilə yaşayasınız. Və həmişə də bizim şəhidlərimizin ruhunu yad edəsiniz. Yəni, onlar bizə qazandır bu azad, gözəl vətənimiz. Düzdür? Həmişə vətənimiz uğrunda, həmişə mübarizə hazır mübarizəyə. Düzdür? Təbrik edirəm size. Uşaqlar tərbiyyəmizdə sahibimizin cənnəsi, yəni şəhid anası iştirak edir. Hər birinizi salamlayıram, mən Köytanlarım, Allah sizləri qorusun. Mən özüm də birinci Qarabağ müharibəsinin iştirakçısıyam. 20-ci vətəndə bir hərbi qulluqçu kimi xidmət eləmişəm. Çox təəssüflər olsun ki, biz onda qələbəni əldə edə bilmədik. Amma bizim böyütdüyümüz igidlər o qələbəni bizə bəxş elədilər. Onlar anaların tək qoydular, onlar anaların gözü yaşda qoydular ki, sizi kimi körpələr firavan bölüsün, xoşbəxt bölüsün. Hər birimizin, hər bir Azərbaycanlı vətəndaşının borcudur ki, onların hər biri yad eləsin, onları xatırlasın, onları yaddaşlarında saxlasın. Bugün alın görüşü, qəhrəmanları adlandıraraq cümlətin adamlaşır. Mənim qədim torpağım, sənə çox yaradır. Tarix yaratı ekiblər, hörfər, iqtidar çöylənmə, müharibət, şəran tarixi. Hayat bizi dayan torpağa, barışsan səyidi dağ vətəndir. Üçləmsi bayrağın kölgəsi dayan, Türkçü hər qarşı hər yanı vətəndir. Vətən sağlanmaz məsədir. Biz bizim olanı almışıq gəri, ordunun sabah. Son zəfəri qələbəm mübarək, yurdum əşkəri. Qanlı ulduzlu şanlı bayrağın, cümləsi doğuşdu vətən başına. Artıq alamanın səbəbi istəmir, xoşbəxtlik qarşı yolun yaşır. Üstündə gedər vətən bayrağı, Nurlanın ocağı şüyər qədər. Sanlı bəlgəyə yaşatdan şurban, çaldı taş uğrundakı vətən. Vətən xəbəri gəldi, mayağı buran sərkizdən. Qalqımız çox sevindir, ey yaşayın əvvəldir. Çox şükür bu günlərə, biz qazandık gəlmə, həvəsləməli oluram bu şeirimi gəlmə. İkidlər yazır, torpağım mənim, ən caziblər ifalarım mənim, yazışı tarixə, sorağım mənim, zəfərim mübarək şanlı vətənim, canlı əvi şərik olmalı, ey yaşa Azərbaycan, zəfər günü mübarək, çox yaşa Azərbaycan. Ciddi evimizin ləzzəti bözü. Söndü ocağının işığı dayı, elə bir ateşe attın sen bizi, gəl yanı dil sözdə sözə yaxlaş. Ruslar halkının zəfər sərçiyətəsi, döyüşün əncidir, onun gəlməsi, bəsdir bir cənnətməsi, yerdə birləşəcək dəmir dönür, Azərbaycan zəfər günü mübarək, nə yaşayacaqlar, necə qəlblər, nə də gördüyümüz o farsiyələr, necə də kəşkəd üstlərlə, et papiyyatışmasını, Azərbaycan zəfər günü mübarək. Əziz bacılar və qardaşlar, böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi. Şuşa bizimdir, Qarabağ bizimdir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün Şuşalıları ürəkdən təbrik edirəm. 28 il yarım işğal altında olan Şuşa azad edildi. Şuşa indi azaddır. Biz Şuşaya qayıtmışız. Azərbaycan eşidirsən, bu səs xalqın səsidir. Bu səs millət səsidir. Sənə qurban olan canlar vətənini sevənlərdir. Vətənə can deyənlərdir. Yaşa, yaşa Azərbaycan.